Davul İsmailovu kimi məcbur eləyən ki, Davul İsmailov gəlib buradan özünü reklam eləyir. Vahid Milli Hərəkat Partiyasının üzvü Ramal Əhmədov Marniyulinin mərkəzi qəbirstanlığında brifinq keçirərək bir neçə gün əvvəl Marniyuli meriyasının həmin ərazidə apardığı təmizlik işlərini və onu video çəkilişləri aparmasını tənqid edib. O, görülən işlərin sadəcə reklam xarakteri daşıdığını ifadə edib. Onun sözlərinə görə qəbirstanlıqdakı otluq sahə yalnız çəkiliş zamanı təmizlənib, daha sonra isə işlər yarımçıq saxlanılıb. Bir neçə gün bundan qabaq Marniyuli rayonunun təyin olunmuş meri Davul İsmailov gəldi burada özünü reklam elədi, bir 10 metro yer təmizlətmişdi və özünü reklam elədi sosial şəbəkələrdə ki, mən Marniyuli mərkəzi qəbirstanlığını təmizlətmişəm və mən ahalidən, dostlardan aldığım zəngə görə mənə dedilər ki, qəbirstanlıqda heç bir iş görülmür. 2 gün bundan qabaq gəldim mən canlı yayım elədim sosial şəbəkəmdə, Facebook səhifəmdə və gördüm ki, doğrudan da burada heç bir iş görülmür. Sadəcə təyin olunmuş mer Davul İsmailov burada özünü reklam eləyib və qəbirstanlıqdan PR qazanmaq istəyib. Mən ona baxmayaraq dərhal sosial şəbəkəmdə paylaşım elədim. Hər kəs baxdı ki, doğrudan da qəbirstanlıqda iş görülmür. İndi aldığım axşam saatlarda aldığım məlumata görə səhər saat 5-dən Marniyuli təmizlik kommunalını səhər saat 5-dən Marniyuli qəbirstanlığında gəlib təmizlik iş aparır. Buradan heç kim özünə, elə də mən olum, özümə reklam qazanmaq üçün, PR qazanmaq üçün sizləri çağırmamışam. Amma hal-hazırda iş gedir, hər kəs buyursun, baxsın. Bu bir daha vurğuluyorum ki, mənim qələbəm deyil, bu xalqın qələbəsidir. Mən buradan səslənirəm Marniyuli meriyasına, Davul İsmailova, şəxsən Davul İsmailova təyin olunmuş merə. Heç vaxtı özünü reklam eləyib, xalqı allatma, bu xalq o xalq deyil ki, sənin yalanlarını yə. Harda bir iş görsən, mən bir müxalifət partiyasının üzvü olaraq dərhal gedib arxanızca o işi işıqlandıracağım, xoy xalq görsün ki, doğrudan da siz nəsə iş görübsünüzmü, görmübsünüzmü? Bu reklam idi, reklam xarakterli bir iş idi. Mən də gəldim, gənə deyirəm, sosial şəbəkəmdə işıqlandırdım. Bugün saat səhər 5-dən Davul İsmailov Marniyuli kommunalnısını göndərib, burada iş gedir. Buyurun, baxın. Subda Marniyuli şirkətinin rəhbəri Leri Mumladze isə ittihamlara cavab olaraq deyib ki, əlverişsiz hava şəraiti səbəbindən təmizlik işlərini tam başa çatdırmaq mümkün olmayıb. O, sözü gedən işlərin bir həftə ərzində yekunlaşdırılacağını qeyd edib. Bütün bunlar şayədən ibarətdir. Yağışlı hava şəraitində ot bitmək çətin olduğundan işlərin icrasında müəyyən gecikmə yaranıb. Hazırda adi rejimdə fəaliyyətimizi davam etdiririk və ehtimal olunur ki, işlər bir həftə ərzində yekunlaşacaq. Burada heç bir problem yoxdur. İşlərin uzanması yalnız əlverişsiz hava şəraiti ilə bağlıdır. Sözü gedən işlər Qurban Bayramı ilə əlaqədar həyata keçirilib. Pasxa bayramı ərəfəsində isə xristiyan qəbirstanlıqlarında təmizlik işləri aparılır. Xatırladaq ki, bir neçə gün əvvəl Marniyuli meri Davul İsmailov yerli mətbuata müsahibəsində şəhərin mərkəzi qəbirstanlığında təmizlik işlərinin aparıldığını bildirmişdi.